Hamıya salam. Unreal Engine daxilində bugünkü dərsimizdə multiplayer oyunlarda şəbəkəyə qoşulma növlərindən danışacağıq. Öncəki dərsimizdə bu haqda qısa da olsa sizlərə məlumat vermişdim. Bildiyimiz kimi Unreal Engine daxilində multiplayer tipli oyunlarda şəbəkəyə qoşulmaq üçün 4 əsas qoşulma növü mövcuddur. Bu rejimlər standalone, listen server, klient və dedicated server olaraq 4 qrupa ayıra bilərik. Burada standalone game dedikdə avtonom oyun əsasən nəzərdə tutulur. Yəni bu tip qoşulma zamanı əsasən single player oyunlar realizə olunur və yaxud da bundan öncəki dərsdə sizlərə izah etdiyim kimi lokal multiplayer oyunlarını bu tip qoşulma növündə istifadə edirlər. Növbəti danışacağımız server qoşulma növü listen server adlanır. Bu növ qoşulma zamanı oyuna qoşulan oyunçulardan biri mütləq şəkildə server rolu oynayır. Daha dəqiq desək, oyuna ilk qoşulmuş oyunçu server rolu oynayacaq burada. Üçüncü qoşulma növümüz klient olaraq adlanır. Bu tip qoşulma zamanı bütün oyunçular oyuna klient olaraq qoşulur və arxa planda müəyyən bir dedicated server burada işə düşür. Dördüncü və sonuncu növ qoşulma tipində isə bu qoşulma tipinə dedicated serverlər deyilir. Burada söhbət əsasən fiziki serverlərdən gedir. Yəni bu şəbəkə növü ilə multiplayer tipli oyunlarda qoşulma zamanı əsasən fiziki server burada işləməyə başlayır. Məhz server və klient haqqında isə dediyimiz kimi öncəki dərslərdə sizlərə ətraflı və geniş məlumat vermişdim. Unreal Engine mühərriki daxilində çoxsaylı istifadəçi dəstəyi üçün burada gördüyümüz 3 nöqtəyə əvvəlcə klik edirik və burada bizi maraqlandıran Multiplayer Options bölümüdür. Burada gördüyümüz ilkin parametr Number of Players adlı parametrin köməyi ilə məhz oyuna qoşulacaq oyuncu sayını burada təyin edə bilərik. Lakin burada vacib bir məqam bundan ibarətdir ki, burada hal-hazırda oyuna maksimal qoşula biləcək oyuncu sayımız 4 olaraq müəyyənləşib. Məhz oyuncu sayının maksimal olaraq 4 nəfərdə limitlənməyində əsas məqsəd mühərrikin bir növü burada optimizasiyanı həyata keçirməyindən ibarətdir. Lakin burada oyuncu sayını təbii ki, istəyimizə uyğun olaraq artıra bilərik. Burada gördüyümüz oyuncu limitini aradan qaldırmaq üçün, yəni öz istəyimizə uyğun olaraq oyuncu sayını burada əlavə etməyimiz üçün gördüyümüz burada Advanced Setting adlı bölümə keçid edirik. Daha sonra aşağı hissədə burada gördüyümüz klient bölümündən Play Number of Clients adlı parametrdəki oyuncu sayımızı istəyimizə uyğun olaraq burada dəyişə bilərik. Misal üçün hal-hazırda nümunə olaraq oyuncu sayımı 50-yə qaldırdım və artıq bu əməliyyatı icra etdikdən sonra burada oyuncu sayımızın həmin bizim təyin etdiyimiz oyuncu sayına uyğun olaraq tənzimləndiyini görə bilərik. Məhz bu şəkildə mühərrik daxilində İstədiyimiz sayda oyuncu sayını buraya əlavə edib istifadə edə bilərik. Lakin burada digər vacib bir məqam bundan ibarətdir ki, oyuncu sayını 2 və daha artıq oyuncu sayına qaldırdığımız zaman burada hər açılan pəncərə həddindən artıq bizim kompüterumuzun resurs tələbatını olduqca artıracaq. Bunun üçün bir neçə optimallaşdırma burada apara bilərik. Misal üçün Project Setting bölümünə keçid edib məhz həmin pəncərə daxilindən Rendering bölümündə yerləşən müəyyən parametrləri tənzimləməklə bizə lazım olan nəticəni burada əldə edə bilərik. Əvvəlcə burada oyuncu sayımızı 2 olaraq təyin edirik və daha sonra burada Net Mode adlı parametrimizi görürük. Məhz bu parametrin vasitəsilə biz multiplayer tipli oyunlarda şəbəkə qoşulma növünü buradan seçib istifadə edə bilərik. Lakin biz burada 4 ədəd şəbəkə qoşulma növündən danışsaq da burada 3 ədəd qoşulma növü görürük. Çünki burada 4-cü danışdığımız dedicated serverlər artıq dediyimiz kimi fiziki bir serverlər sayılır. Məhz buna görə də burada 3 ədəd əsas qoşulma növü təyin olunmuşdur. Burada mühərrik bizi ilkin olaraq susmaya görə standalone rejimdə oyuna başlaya bilirik və hal-hazırda oyuncu sayımızı 2 təyin etdikdən sonra gördüyümüz kimi standalone rejimdə oyunu işə salırıq. Burada oyunu işə saldığımız zaman oyuncu sayımızı 2-yə təyin etsək belə hal-hazırda səhnədə bir ədəd oyunçunun olduğunu görürük. Bu ona görə baş verir ki, bizim hal-hazırda səhnədə şəbəkəyə qoşulma növümüz dediyimiz kimi standalone game olaraq təyin etmişik. Məhz bu oyun növü daha öncə sizə izah etdiyim kimi əsasən single player oyunlarda, yəni tək oyuncu ilə oynanılan oyunlarda və lokal multiplayer tipli oyunlarda istifadə olunan şəbəkəyə qoşulma rejimidir. Buna görə də bu şəbəkə növü ilə hal-hazırda oyuna başladığımız zaman biz səhnədə oyuncu sayımızı 2-yə qaldırsaq belə bir oyunçunu səhnədə görmüş oluruq. Daha sonra burada digər vacib bölümümüz Listen Server şəbəkəyə qoşulma növüdür. Bu şəbəkəyə qoşulma növü ilə dediyimiz kimi oyun başlayan zaman
oyunçulardan biri mütləq şəkildə server rolu oynayacaq burada. Misal üçün, oyuncu sayımızı 2-də saxlayırıq və daha sonra şəbəkəyə qoşulma rejimimizi listen server olaraq buradan təyin edirik və daha sonra yenidən play butonuna klik edib oyuna başlayırıq. Bu dəfə oyuna başladığımız zaman artıq səhnədə oyuncu sayımıza uyğun olaraq 2 nəfər oyunçunun səhnədə mövcud olduğunu görə bilərik. Və burada digər bir vacib məqam bundan ibarətdir ki, hal-hazırda dediyimiz kimi oyuna qoşulan oyunçulardan biri burada yuxarı hissədə gördüyümüz kimi server olaraq burada çıxış edir və digər oyunçumuzun pəncərəsinin yuxarı hissəsində isə həmin oyunçumuzun klient olaraq bu oyuna qoşulduğunu buradan görə bilərik. Əgər biz burada oyuncu sayımızı 2 deyil, 3 olaraq təyin etsək, yenidən hal-hazırda oyuna başlayırıq və bu dəfə oyuna başladığımız zaman artıq səhnədə 3 ədəd oyunçumuzun spawn olunduğunu görəcəyik. Burada da gördüyümüz kimi oyuna qoşulmuş 2 oyunçumuz klient rolunda çıxış edir və əsas pəncərəmiz server rolunda burada çıxış edir. Növbəti şəbəkəyə qoşulma növü dediyimiz kimi burada Players Client adlı parametrdir. Bu şəbəkəyə qoşulma növü ilə oyuna qoşulduğumuz zaman dediyimiz kimi hər bir oyunçumuz oyunda klient rolunda çıxış edəcək. Lakin arxa pəncərədə müəyyən dedicated server burada işə düşür. Məhz burada şəbəkəyə qoşulma rejimimizi Players Client olaraq təyin edirəm. Daha sonra yenidən oyuna başlayırıq. Bu dəfə oyuna başladığımız zaman hər 3 pəncərənin yuxarı hissəsində klient olaraq burada yazıları görürük. Məhz buradan da belə başa düşürük ki, bu şəbəkə növü ilə oyuna qoşulduğumuz zaman artıq bizim hər bir oyunçumuz burada klient rolunda çıxış edəcək və dediyimiz kimi arxa fonda dedicated server burada işə düşmüş sayılır. İndi isə səhnənin müxtəlif yerlərində multiplayer tipli oyunlarda istənilən nöqtədə öz oyunçularımızı necə spawn edib istifadə edə biləcəyimizi öyrənək. Bunun üçün əvvəlcədən burada şəbəkəyə qoşulma rejimimizi listen server olaraq təyin edirəm. Daha sonra səhnəyə bir ədəd nümunə üçün buradan kub yerləşdirəcəyəm. Yerləşdirdiyimiz kubumuzun fizikasını buradan aktivləşdirəcəyəm. Daha sonra burada gördüyümüz player startımızı müvafiq oyuncu sayımıza uyğun olaraq burada kopyalayırıq. Bizim nümunədə 3 ədəd oyuncudan istifadə edirik. Və bu şəkildə hal-hazırda gördüyümüz kimi səhnədə oyuncu sayımıza uyğun olaraq player startlarımız mövcuddur. Məhz bu player startları bu qaydada səhnənin müxtəlif yerlərində və yaxud da istədiyimiz yerlərdə təyin etdikdən sonra hər bir player startımızın üzərinə klik edirik. Daha sonra details bölümündə burada gördüyümüz after receive input bölümünü buradan açırıq və hər bir oyunçumuzun sayına müvafiq olaraq bu bölümü burada təyin etməliyik. Bizim nümunəmizdə səhnədə hal-hazırda birinci oyunçumuz 0-cı oyunçu sayıldığına görə burada bu player startımız üçün player 0-cı olaraq burada təyin edirik. Növbəti oyunçumuz üçün analoji olaraq bu parametri player 1 olaraq təyin edirik və sonuncu oyunçumuz üçün müvafiq olaraq bu parametri player 2 olaraq təyin edirik və daha sonra yenidən oyuna başlayırıq və hal-hazırda gördüyümüz kimi bizim hər 3 oyunçumuz səhnənin müxtəlif yerlərində bu qaydada spawn olundu. Məhz bizim təyin etdiyimiz player start nöqtələrində. Səhnədə burada gördüyümüz kubu yerləşdirməyimdə əsas məqsəd isə bundan ibarətdir ki, ümumiyyətcə multiplayer oyunlarda replikasiya adlanan olduqca vacib bir mövzu var. Məhz bu mövzu haqqında növbəti dərslərimizdə sizlərə ətraflı və geniş məlumat verəcəyəm. Hal-hazırda bugünkü dərsimizdə qısa olaraq istərdim ki, replikasiya haqqında sizə bir nümunə göstərim. Çünki dediyimiz kimi multiplayer tipli oyunlarda olduqca əvəz olunmaz və vacib bir mövzu sayılır. Yerləşdirdiyimiz kubun fizikasını buradan aktivləşdiririk və daha sonra oyuna yenidən başlayırıq və oyuna başladığımız zaman açılan 3 pəncərədə bir pəncərəmizin server olaraq oyuna başladığını görürük. Digər pəncərələrimizin isə burada klient olaraq oyuna başladığını görürük. Misal üçün hal-hazırda bir oyunçumuz ilə bu kubu səhnədə hərəkət etdirirəm. Və buradan da gördüyümüz kimi bizim birinci klientimiz ilə həmin kubu müxtəlif bir yerə hərəkət etdirdik. Lakin həmin bu dəyişiklik ikinci bizim klientimizdə heç bir şəkildə göstərilmədi. Bunun səbəbi isə daha öncə sizə dediyim kimi bizim bu kubumuzun replikasiya olunmamasıdır. Ümumiyyətcə replikasiya dedikdə burada server və klient arasında və yaxud da istənilən klient arasında əməliyyatların təkrarlanmağından və sinxronlaşdırılmasından söhbət gedir. Dediyimiz kimi növbəti dərslərdə bu haqda ətraflı sizlərlə
dərsimiz olacaq. Hal-hazırda bu kubun hər bir klient və server arasında sinxron hərəkətini təşkil etmək üçün bu kubumuzun üzərinə klik edirəm və Details bölümündə Replication yazıram və burada gördüyümüz Static Mesh Replication Movement adlı parametrimizi aktivləşdirirəm və daha sonra yenidən oyuna başlayıram və yenidən burada ikinci klientimiz ilə həmin bu kubumuzu hərəkət etdirirəm. Artıq bu zaman bu kubumuzun hər bir getdiyi addımını növbəti bizim klient pəncərəmizdə görmüş oluruq. Bu şəkildə və eyni cümlədən bu klientimiz ilə bu kubumuzu server oyunçumuzun qarşısına da hərəkət etdirsək, arxa pəncərədən də gördüyümüz kimi bizim bu kubumuz serverdə də sinxron olaraq hərəkət etməyə başlayır. Lakin dediyimiz kimi multiplayer tipli oyunlarda replikasiya haqqında növbəti dərslərimizdə ətraflı və geniş olaraq böyük bir dərsimiz olacaq. Bugünkü dərsimizdə ümumiyyətcə multiplayer tipli oyunlarda əsas şəbəkəyə qoşulma növləri haqqında sizlərlə öyrənmiş olduq. Kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. Bugünkü dərsimiz bu qədər. Hamıya uğurlar.